Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ucbala kənd İnzibati Ərazi İdarəsinin Sartepe kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülən işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyatı şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri qeyd olunan istiqamətdə həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl rayon rəhbəri aidiyyatı şəxslərlə birlikdə Sartepe kəndinin mərkəzində inşa edilən 44 günlük Vətən müharibəsi şəhidi Urfan Məmmədovun şərəfinə yaradılan xatirə bulaq kompleksinin və Sartepe kənd tam orta məktəbində yaradılan şəhidlər xatirə güşəsinin önünə gül dəstələri düzüblər. Sahib Məmmədli üçün Şuşalı Qafqaz TV üçün.